Allah Subhanahu ve Teala görün hansı ayəni indirir və Peyğəmbər sallallahu aleyhi və səlləmə əmr edir. Deyir ki, qul, decinə, ey özlərinə qarşı həddi aşmış qullarım. Lə təqnətu min rəhmətillah. Allahın rəhmətindən ümidinizi üzməyin. İnnallaha yaghfiru zunubə cəmiən. Heç şübhəsiz ki, Allah bütün günahları bağışlayandır. İnnehu huvel gafurur rahim. Həqiqətən Allah qafurur, bağışlayandır, rahimdir. Yəni Allah Subhanahu taala o ki günah ediblər, Ramazan çıxdı, düzəlmədi, yenə də sənin üçün Rəbbimiz o tövbə qapısını açıq saxlayıb. Ki, ey özlərinə qarşı, öz nəfslərinə qarşı hədlərini aşanlar, Allahın rəhmətinə ümidini üzmə. Tövbə elə günə. Və ənibu və əslimu. Tövbə et, Rəbbinə dön və əslimu, təslim ol. Onun əmrlərinə boyun əyginə. Nə əmr edib, yerinə yetir. Nə qadağan edib, çəkin günə.